Belə bir suala baxırıq. Bu sualı iki üsulla həll edəcəyik. İkinci üsulumuz 15 saniyəlik üsul, daha qısadır. Amma gəlin belə bir yanaşmaya baxaq. Görürük ki, üçbucağın bu tərəfi 3 və 9-dur. Bu 9 olan tərəfi 3 və 6 olan iki hissəyə ayırıram. Burada 3, burada 6 saxlayaq. İndi görürük ki, bizim bu üçbucağımız burada 6, burada 6 bərabər yanlı üçbucaqdır. Bu bucağa beta deyək. Bərabər yanlı üçbucağın yan tərəfləri, yəni yan tərəflərinin qarşısındakı bucaqlar bərabər idi. Bura alfa üstə betadır. Digər yandan bu çəkilən xətt mediandır. Bilirik ki, bərabər yanlı üçbucaqda yan tərəflərə çəkilən medianlar da bərabərdir. Digər mediana çəkirəm 3, 3. İndi aydın məsələdir ki, bu yan tərəfə çəkilən median alfa beta bucaqları yaratdığına görə bu yan tərəfə çəkilən median da oturacağım bitişik alfa beta bucaqları yaradacaq. O zaman bura beta, bura alfa olacaq. İndi fikir verin, bura tərəfin ortasıdır, burada tərəfin ortasıdır. Əslində böyük üçbucaq üçün bu xətt orta xəttdir. Bu xəttin uzunluğuna biz uzunluğuna ehtiyac yoxdur. Orta xəttdir. Orta xətt üçbucağın üçüncü tərəfinə paraleldir. Paralelliyə görə uyğun bucaqların bərabərliyindən bu bucaq 10 dərəcə olduğuna görə elə bu alfa bucağı da 10 dərəcədir. İndi gəlin belə bir yanaşmaya baxaq. Məncə bu da maraqlıdır, daha maraqlıdır. Fikir verin, 6-nın kvadratı bərabərdir 3 vurulsun 12-dir. Yəni 6-nın kvadratını 3 vur 12 kimi göstərmək olar. Burada yadımıza bir qayda düşməlidir. Çevrəyə çəkilən toxnanın kvadratı bərabərdir. Həmin nöqtədən çəkilən kəsənin xaricdə qalan hissəsi vur, kəsənin ümumi uzunluğu A kvadrat bərabərdir B vur B üstə C. Bu düstur burada ödəndiyinə görə bu deməkdir ki, bu nöqtədən və bu nöqtədən bir çevrənin keçməsi mümkündür. O zaman buradan bir çevrə çəkək. Oradan deyək ki, bir çevrə keçir. Çevrə keçdi. İndi bu çevrə çəkdiyimizə görə bu bucaq 10 dərəcə olduğuna görə bu qövs olur 20 dərəcə və toxunanla vətər arasındakı bucaq da qövsün yarısı idi. Onda bu alfa da olacaq. Yenə də 20-nin yarısı 10 dərəcə.